Baxmayaraq deyir, bayaqları Xalidə xanım çox gözəl dedi. Maddiyyatın mənəviyyatı əzdiyi bir vaxtda, qızdırmalı bir dünyamızda deyək ki, kinomuzun çox ağır, çətin bir vaxtımızda kinoya müqaviməti göstərən insanların hamısını salamlayıram, bağrıma basıram. Əsas odur ki, müqaviməti göstəririk. Mən ustadım Vaqif İbrahimoğlu bizə, biz yoxçulara ən önəmli bir şey öyrətdi, təşəkkür etmək. Və mən də onu ömrü boyu sırğa elədim özümə və mən sənə Vasif, birinci təşəkkür edirəm. Təşəkkür edirəm həm kitaba, həm sənin sənət adamlara verdiyin münasibətə, qayğıya, diqqətə. Mən yenə deyirəm, maddiyyatın mənəviyyatı əzdiyi, qızdırmalı bir dünyamızda, biganəlik, laqeyd bir dünyamızda və bunu belə bir sevərək, Məcnun necə Leylini sevərək, sən də bu mədəniyyəti, sənət adamlarını, incəsənət xadimlərini bu qədər diqqət, qayğı göstərdiyinə görə sənə təşəkkür edirəm. Və mən sizə təşəkkür edirəm var olduğunuza görə. Azərbaycan kino tarixinin qızıl fondunun filmlərində olan bu insanlar qəhrəmanlarımızdır. Mən o filmlərlə baxıb böyümüşəm, onlar mənim qəhrəmanlarım olublar və bu kinonu mənə sevdirən insanlar siz olmusunuz. Və sonra böyüdükcə təbii ki, rejissorları tanımışam. Amma biz həmişə birinci kimi tanıyırıq? Aktyorları. Biz Fransanın nə prezidentini, nə Afrikanı, biz aktyorlarını tanıyırıq. Heç rejissorlarını da çox vaxt tanımırıq. Və bizi də sevdirən siz olmusunuz. Mən çox danışmayacağım, sadəcə təşəkkür edirəm o filmlərə görə. Nə gözəl ki, mən bir-bir sizin əlinizi sıxacağım o filmlərə görə. Var olduğunuza görə. Mən sizə təşəkkür edirəm, çünki o rejissorlar heyif ki, yoxdur ki, mən onları bağrıma basım, təşəkkür edirəm o filmlərə görə. Var olasınız. Yəni, mən o dəyəri, o mənəvi var olasınız, Ənvər müəllim. Çox sağ ol. Və ağac necə ki, meyvə verməsi üçün su istəyər, yaradıcı insan da ancaq nə istəyər? Çəkiliş meydancasında işi ilə o söz var, motor, nakili. Mən də şagird, o zəngin, məktəb zəngini gözləyən şagird necə gözləyirəm məktəb zəngi çalanı. Mən də inanız ki, o zəngi gözləyirəm. Və biz də 90-cı illərin insanları elə bir zamana düşdük. Şükür Allaha, yaxşı ki, bu teatr vardı. Və istəmirəm ki, arzularım islansın. İstəmirəm ki, xəyallarım mənlə axirət evinə getsin o düşündüyüm. Çünki hər gözəl bir filmə baxanda və sən özünü görürsən. Və mən hərdən deyirəm ki, dünyanın o biri tayında olan bir rejissor deyirəm ki, sən mənim ağrımı necə hiss elədin bu filmi belə ərsəyə gətirdin. Və mən istəyirəm o film bizdə də olsun. Və mən istəyirəm ki, inşallah biz də Azərbaycan kinosunun intibah dövrünü görək. Ənvər mənim çox sağ ol Güzə xanım. Təşəkkür edirəm, əyləşək. Çox yaxın dost